Startupla klasik biznes arasında əsas fərqlər nələrdir? Nəzərə almaq lazımdır ki, əslində startup özü də bir biznesdir. Sadəcə fərqi odur ki, burada startup adlandırılmasının səbəbi birinci biznesə yeni texnologiyaların tətbiq olunmasıdır. Tutaq ki, indi nələr var son dövrlərdə? Boltdur, Uber'dir və yaxud da Netflix'dir və yaxud da yapay zəkanın olan modellərdir, VR gözlüklər ola bilər və s. Bunların hamısı yeni hansı texnologiyaların startup niyə startup deyil? Biznesə də tam formalaşmayıb, ilkin mərhələsindədir və sən hansı yeni texnologiyanı tətbiq edərək özə bir biznes yaratmaq istəyirsən, yeni bir biznes model iləri sürmək istəyirsən. Zaten start sözünün mənası da başlamaq deməkdir. Yəni yeni başlayan, yeni texnologiyalara əsasən yaranan bizneslərdir əsasən günümüzdə. Amma çox vaxt startup adlandırırlar o biznesləri ki, onlar ya investisiya almaq istəyirlər, müəyyən biznes modellərini formalaşdırırlar, amma maliyyə bölümü boşluqda olduğu üçün tam hərəkət edə bilmirlər. Bu zaman onlar bizneslərini müəyyən qədər formalaşdırıb, özlərini startup adlandırıb investisiya cəlb etməyə çalışırlar. Ki bizneslərinin tamamlasınlar, böyütsünlər, tamamilə biznes olsun. Yəni startuplardan çıxsın, belə deyək. Sizcə mentorun biznesdə rolu nə qədər vacibdir? Aha. Deməli, mentorun biznesdə rolu daha çox birinci yeni başlayanlar üçün yaxşı olar. Yəni siz yeni başlayırsınız və gedib başına 10 dəfə daşa vurmaqdansa bunu bilən-bilindən tövsiyə alıb hərəkət etmək səni bir xeyli qabağa atır. Şəxsən mənim sual verəcəyim bir mentorum olmayıb. Həmişə özüm hərəkət etmişəm. Düzdür, mənim ailəmdə də biznesdə məşğul olan atam var deyə ondan suallar vermişəm. Amma çox vaxt bizneslərin hamısını xəbərsiz və özüm tək başıma qurduğum üçün məsələn tövsiyə ala bilmədiyim üçün əlbəttə səhvlərim çox olub. Amma indi məsələn dönəmlər olur ki, insanlar olur ki, məsləhət alırlar, onların tövsiyə verirəm və görürəm ki, həqiqətən bir də görə biləcəkləri şeyləri 2 aya, 3 aya daha qısa müddətə əldə edə bilirlər. Yəni onsuz da siz həmişə başqalarının təcrübələrindən faydalanmalısınız. Mentorun rolu budur. Biznes məsləhətçinin rolu nədir? Bəzən başqa bir rol da var. Siz bəzən öz biznesinizin içində ola öz biznesinizdəki xətaları görə bilmirsiniz. Yəni, necə ki, psixoloqa gedirsən, öz içindəki problemləri tam belə görməkdə çətinlik çəkirsən, kənardan biri sənə deyəndə fərqindəlik qazanırsan. Eyni şəkildə bizneslərdə də bəzən belə olur. Yəni, kənardan bir baxış sizə daha yaxşı nəticələr verə bilir.